Kamil bəy, məktəbdə xoşa gəlməyən hallardan biri də məktəbli qızların geyim tərzidir. Bu günlərdə həmkarımız bir görüntünün, mənzərənin şahidi oldu ki, qız uşaqları 13, 14, 15 yaşında yeniyetmə uşaqlar olduqca qısa ətək geyiniblər. Yəni biz deyək ki, heç kimin geyim tərzinə qarışmırıq. Yetəri qədər tolerant yanaşırıq. Amma məktəb elə bir ocaqdır, elə bir məbəddir ki, yəni biz orada təhsil alırıq da. Hər şey məktəbdən, təhsildən başlayır. Bu geyim tərzi hansısa bir klubun və yaxud restoranın, deyək ki, barın qarşısında olarsa biz susarıq. Yəni hər kəs azaddır geyimində, seçimində. Amma məktəb tamamilə ayrı bir mövzudur. Təhsil ocağıdır. Və 14-15 yaşında yeniyetmə qızların bu qədər açıq-saçıq, bu qədər qısa ətəkdə məktəbə gəlməsinə niyə müəllimlər göz yummalıdırlar? Niyə direktorlar və yaxud təlim-tərbiyə işi ilə məşğul olan, yəqin ki, orada belə deyim də, vəzifəsini yerinə yetirən kəslər var ki, onlar baxmalıdırlar. Sizcə? Ümumiyyətlə mən düşünürəm ki, bu geyim məsələsi ilə bağlı dövlət bir qərar verib, vahid bir uniforma müəyyənləşdirib ki, bütün məktəblərdə hamısında qadınların, qız tələbələrin geyimi necə olmalıdır, şagirdlərin, oğlan şagirdlərin geyimi necə olmalıdır. Bununla bəzi məktəblərdə sərt qərarlar var. Biz onu müşahidə edə bilirik. Bəzi məktəblər var ki, orada məsəl üçün qız uşaqlarının barmağına lak qoyulması, hətta saçlarının müxtəlif formada kəsimlərinə qədər qarışa bilirlər. Yəni mənə qalsa məsələn mən bunu çox yaxşı qarşılayıram. Çünki bunlar dediyimiz kimi yeniyetmədirlər. Bunların hələ yaş həddi 18-ə çatmayıb. Ona görə geyim məsələsi mütləq tənzimlənməlidir. Buna məktəbin tərbiyəvi işlər üzrə müavini birbaşa nəzarət etməlidir. Hətta lazım gəlsə sinif rəhbəri, psixoloq. Bununla bağlı şagirdlərlə bir öz aralarında bir səmimi söhbət aparmalıdırlar. Ən azından bəlkə heç valideyn bilmir ki, onun qızı o həmin məktəbə o formada gəlir.